Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya'i ve seyyidil murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefkahu kavli emma ba'd. Her şeyden önce muhterem kardeşler Allah'a hamdolsun, şükürler olsun Rabbimize, bizlere bu güzel günleri yaşadır. Ramazan ayının artık 12. günüdür. Rabbimiz her birimizden kabul etsin. Həqiqətən güzel günlerdir. Ramazan ayındayıq. Ve bu ayda müminin en çok istediği əməllərdən birisini xatırlatmaq istəyərdim. Öz nəfsimə, sonra da sizlərə əməllərin qəbulu. Çünkü insan müminin hayatında en əzəmətli olan onun əməllərinin qəbul olmasıdır. Çünkü qəbul olunmayan heç bir əməl insana fayda vermir, möhtərəm qardaşlar. Çünkü her birimiz çalışırıq ki, ibadətlərimizi çoxaldaq, xüsusən də Ramazan ayında. Xeyir əməllərimizi çoxaldaq. Ancaq hər zaman bir məqamı unutmamalıyıq. Əməllərimiz nə ilə qəbul olunur? Əməllərin qəbulunun səbəbləri nədir? Onu hər zaman mümin gözünün önündə qoymalıdır. Çünkü bir mümin üçün ondan daha əzəmətli heç nə yoxdur bu dünyada. Çünkü o iki şey olmadan mümin sayıla bilmez. Onun əməlləri əməl sayıla bilmez. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, iki şey olmadan hiçbir əməl insana fayda vermez. Onlardan birincisi möhtərəm qardaşlar, el-ixlas. Yani ettiğin əməl yalnız Allah üçün olmalıdır. Ne əməl edirsən et. İlk önce niyetini təmizlə. Ramazan orucunu ne için tutursan? İbadətləri ne için edirsən? Ona göre her birimiz əməli etmeden önce onun ne için ettiğimizi nəfsimizə xatırlatmalıyıq. Yani ihlas olmadan, yani əməl Allah için olmadan hiçbir fayda vermez. Halis olmadan hiçbir fayda vermez. Yani halis hiç ne ona bulaşmamalıdır. Yalnız sırf Allah için olmalı ettiğimiz əməllər. Onda o müminə fayda verir. Necə ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "La tasubbu ashabi." Benim sahabelerime dil uzatmayın. Çünkü onların bir ovuc verdiği sədəqə sizin Uhud dağı qədər verdiği sədəqədən daha əfsəldir. Çünkü burada miyar ixlasdır. İxlas ne kadar çok olarsa əməl o kadar değerli olar, möhtərəm qardaşlar. Əməl o kadar faydalı olar. Əks halda o əməldən yalnız insana yorğunluğu qalar. Ve bu birincisidir ve en əsasıdır. Ve ona bağlı olan ikincisi, əməllərin qəbulunun ikinci şərti, Allah Resulü sallallahu aleyhi ve sellemin mütabaə deyilir, sünnəsinə müvafiq olmalıdır. Ola bilər insan bir əməli edir Allah üçün. Ancaq o əməl Allah Resulünün sünnəsinə müvafiq deyil. Onda yenə fayda vermir. Ona görə hər ikisi bir-birini tamamlayır. Allah Resulü sallallahu aleyhi ve sellemin sünnəsinə müvafiq olmadığı zaman o əməl rədd olunur. Necə ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, "Men ahdese fi emrina hâzâ
mə leysə minhu fəhuvə rad. Kim bizdən, bizim əmrimizdən, işimizdən olmayan bir şeyi, yəni yeniliyi gətirərsə, o ondan rədd olunar. Hər bir yenilik bidətdir. Və hər bir bidət də zəlalətdir, möhtərəm qardaşlar. Ona görə hər zaman bu iki əməli gözümüzün önündə qoymalıyıq. Və əgər nəfsimizi islah edə bilmiriksə, bu gözəl bir ayda fürsətdir ki, bu iki əməli nəfsimizə təlqin edək, öyrəşdirək. Nəfsimizi tərbiyə edək bu ayda. Çünki salihlər, sahabələr buyurardılar ki, bəzən 20 il, bəziləri 20 il deyir ki, ixlasımı yenilədim. İxlasın üzərində çalışdım. Yəni, onu əldə etməyə vaxt ayırdım. Görün, necə əzəmətli bir əməldir. Çünki çox ağır bir əməldir. Və deyərdim ki, İslam dinində ondan daha zirvədə olan bir əməl yoxdur. Ki, ixlas. Çünki onsuz heç nə fayda vermir. Heç bir əməl fayda vermir möminə. Ona görə, möhtərəm qardaşlar, bu iki əməli hər zaman nəfsimizə xatırlatmalıyıq. Və bunlar olduğu zaman bütün əməllərin qəbulu asanlaşır. Və bəzi qissələr var, hansı ki, bir əməllə görürsən insanların, möminlərin cənnətə girməsinə səbəb olub. Necə ki, hədislərdə gəlir. Və hətta ibadət əhli olmayan və yeni başlayan bir insanın belə o xeyir əməllə, ixlasla zirvələrə çatmasına səbəb olur. Və bu mühüm məsələlərdir ki, hər bir mömin, hər bir müsəlman həyatında bunları tətbiq etməlidir ki, və bilmir ki, hansı əməli onu cənnətə salacaq. Ona görə hər zaman müminin Allahla öz arasında xeyir əməlləri olmalıdır. O xeyir əməl ki, o yalnız səninlə Rəbbin arasında olmalıdır. Ki, ola bilsin ki, o əməlin səni cənnətə aparsın. O əməlin səbəbi ilə bağışlanasan, bağışlana biləsən. Və elhamdülillah biz də hər birimiz bugün gözəl bir ayda, Ramazan ayında, Ramazan ayını yaşayırıq, Ramazan ayındayıq və hər dəqiqəmizi, hər vaxtımızı faydalı keçirməliyik. Nəfsimizi xatırlatmalıyıq və xeyir əməlləri nəfsimizə təlqin etməliyik və nəfsimizi islah etməliyik. Və ola bilər ki, hansısa bir gün bağışlanmamıza səbəb olur. Və onu heç birimiz bilmirik. Ona görə hər günümüzü faydalı keçirməliyik bu günlərdə. Və Ramazan ayının hər günü bir qənimətdir. Mömin üçün bir mövsümdür, qənimətdir və ondan istifadə etməliyik. Allah subhanehu və teala hər birimizi bu gözəl aydan bağışlanaraq çıxmağı nəsib etsin. Allah subhanehu və teala hər birimizi əff etsin. Çünki bağışlanmadan çıxan insanın, müminin halı həqiqətən çox acınacaqlıdır, möhtərəm qardaşlar. Necə ki, sonda bunu da xatırlayayım ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, kim bağışlanmadan çıxarsa, üzü üstə sürünsün cəhənnəmə. Allah qorusun. Yəni, düşünün ki, aqibəti çox acıdır. Ramazan ayının fəziləti, günləri çox dəyərlidir. Mömin üçün fürsətdir, mövsümdür. Eyni zamanda bağışlanmadan çıxan insanın da, müminin də halı acınacaqlıdır. Ona görə daha çox çalışmalıyıq. Daha çox tövbə etməliyik. Allah subhanehu və teala'ya çoxlu dua etməliyik.
Çünki dua bağışlanmamız üçün ən böyük səbəblərdəndir. Allah hər birimizi əff etsin. Rəbbimiz bizi Ramazan ayından çıxmadan Rəbbimiz hər birimizi bağışlasın, əff etsin, bizlərə rəhm etsin. Allah hər birimizi eşitib faydalanlarını etsin. Sallallahu və səlləm alə nəbiyyina və həbibina Muhammed.